Dini biliyin olmamağı, dini dərindən mənimsəməmək səbəb olmuşdu ki, düşmən müsəlmanlara nüfuz eləsin. Hamımızın əlində deyil dini dərindən öyrənmək. Amma bir dəstə şəxs dini öyrənirlər və biz müsəlmanların vəzifəsidir ki, o dini dərindən öyrənən şəxslərdə biz dini məlumatları əldə edək. Yəni, hər bir sahənin mütəxəssisi olduğu kimi, İslam dinində də mütəxəssis var. Amma çox təəssüflər olsun ki, İslam dininə gələndə hamı bir də mütəxəssis olur. Bu səbəb olur ki, düşmən İslam ümmətinə nüfuz tapır. Nüfuz tapır çünki İslam ümməti dini dərindən anlamır, dini dərindən bilmir. Onlar dinə bidət gətirirlər. Yəni, dində olmayanı dinə salırlar, dini təhrif edirlər.